Qiymətlər marşrut xəttinə görə dəyişdiyi üçün mindikləri avtobusun gediş haqqını bilməyən sərnişinlər bəzən maddi ziyan və vaxt itkisi ilə üzləşirlər. Söhbət gediş haqqını QR kod ilə ödəyən sərnişinlərdən gedir. Onların sözlərinə görə mobil tətbiq vasitəsilə ödəniş etdikləri zaman məbləği yanlış seçdiklərində kartdan pul çıxılır və geri qaytarmaq ya mümkün olmur, ya da çox gec olur. Əsasən şoferdən soruşuruq, sürücü bizə bildirir. Yazılı şəkildə bir qeyd kimi və ya şüşədə olsaydı daha yaxşı. Hər avtobusun öz məbləği var da. Məsələn, şəhər kənarı var, şəhər daxili var. Çox adam soruşur, bəziləri soruşmadan vurur. Sürücüyə irad bildirirlər, biz də izah edirik ki, yəni bizdə bir şey yoxdur da orada. Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən Xəzər xəbərə bildirildi ki, daşıyıcılara istismarlarında olan marşrut avtobuslarında qiymət tablolarının olmasının vacibliyi vurğulanıb. Tarif dəyişikliyi ilə bağlı qərardan sonra qiymət dəyişikliyi şamil edilən avtobuslarda isə yeni tabloların quraşdırılması ilə bağlı da tapşırıqlar verilib. Məsələ nəzarətə götürülüb.